Bəzən də insan həqiqəti inkar etmək üçün, yəni rədd etmək üçün, qəbul etmək istəmir. Neyniyir? Ya onun üçün bir yalan uyduracaq, ya da bir böhtan, bir nağıl, bir dastan düzəldəcək ki, onu təqdim eləsin insanlar ki, desin ki, bu belədir. Bir yalandan bir dastan uyduracaq, bir nağıl uyduracaq və təqdim eləyəcək insanlara ki, həm özü qəbul etməsin, həm də qarşı tərəfə onu bu cürünə çatdırsın ki, qəbul etməsin. Peyğəmbər salavatullahi ki, Quran nazil oldu və ta bugünə qədər, bugün də belədir. Quranı inkar etmək üçün nə dedilər Peyğəmbərə həmən dövrdə? Dedilər ki, bu nağıl danışır. İn hiyə illə əsatirul əvvəlin. Dedilər, əsatir ərəb dilində nağıldır, yəni dastan. Dedilər ki, Quran dastandır. Allah nədir? Allah tərəfindən Quran ayə nazil olmaq nədir? Bir dastandır, danışır. Axı, əgər qəbul etsələr ki, Quran Allah tərəfindən nazil olub, Allah Peyğəmbər təyin eləyib, bu Peyğəmbərin dediyi ayədir, bu cürlə inkar eləmək olmaz axı. Qarşı tərəf sual verir ki, Allah tərəfindən nazil olub, niyə qəbul eləmirsən? Ona görə nə eləməlidir? Məcburdur gərək bir dastan uydursun o üçün. Desin ki, nağıldır. Peyğəmbəri inkar eləmək üçün dedilər ki, bu şairdir. Şeir deyir. O Quran ayələri ərəb dilində oxuyanda, başa düşəndə adam daha yaxşı görür ki, Quran ayələri sanki şeir kimi bir-birini tamamlayır. Sanki o nəzm var orada, beyt, sanki beyt kimidir. Ərəblər söz ustası idilər, yaxşı şeir demə qabiliyyətləri var idi. Dedilər ki, görürsünüz, bu şeirə oxşuyur da şeirdir. Niyə? Çünki istəmir qəbul etsin. Və qarşı tərəfə bunu təqdim eləmək üçün Quran deyə bilməz, ayə deyə bilməz. Gərək nə desin? Desin ki, bu şeirdir, bu da şairdir, şeir danışır. Yəni mütləq gərək bir dastan uydursun. Bu aşağı etmək, yəni o şey ki, yuxarı səviyyədədir, onu aşağı etmək vasitəsidir ki, onu gərək aşağı endirsin, ondan sonra inkar etsin. Tərifdə də bu cür nədir? Bir şeyi həddən artıq tərifləməzlər. Görərsən ki, bir şeyi həddən artıq tərifləyir, o həddə çatdırır ki, artıq qarşı tərəf buna inanmır. Deyir, bu qədər daha olmazlar, bu qədər qaldırmazlar. Yalan dastan uydurur, yalan nağıl uydurur. Bəzilərinə ki, o zaman möminlərin xəlifəsi dedilər, müsəlmanların xəlifəsi dedilər, necədirsə o cürünə təqdim eləmədilər. Demədilər, bu zalimdir, bunun keçmişində günah olub, haram olub, fəsad olub və indi gəlib İslam xəlifəsi olub, müsəlmanların xəlifəsi olub. Yox, bu cürünə demədilər. Əgər belə desəydilər, qəbul etməzdilər. Yox, onları təmizə çıxartmaq lazımdır. Onlar barədə bir nağıl, dastan uydurmaq lazımdır ki, insanlar onları xəlifə kimi qəbul etsin. Amma bu dastanlar, bu yalanlar, bu nağıllar bir fayda verdi. Yəni, Maviyyəni tərifləyə qaldıra bildilər. Qaldıra bilmədilər. Çünki yalanla insan qalxmaz ki. Maviyyəni tərifləyə heç bir şey eləyə bilmədilər. Sonda yenə maviyyə qaldı. Və ta qiyamətə qədər də elə onun adını gələndə lənət oxuyurlar. Və digərlərini də o cürlə. Olmaz, bu cürlə deyil. Hər kəsin həddi nədirsə onu gələ ona deyəsən. İnsan Quran-ı Kərimə diqqət etsə, görər ki, Allah Quran-ı Kərimdə nə insanı çox qaldırır, nə də çox aşağı eləyir. Allah bir insanı tənqid eləmək istəyir. Təbii də Quranda var da, Allah bəzi insanları görsən ki, tənqid edir. Nə desə onu deyir. Çox aşağı eləmir. Yəni, onun üçün bir nağıl, bir dastan uydurmur. 5 dənə də ona yapışdırıb yanına qoymur. Nə desə onu deyir. Məşhur Quran ayələrindən birisi də Əbu Ləhəb barədə nazil oldu. Təbbət ya da Əbi Ləhəbin və təbb. Əbu Ləhəb kim idi? Peyğəmbərin əmisi. Başqa xüsusiyyəti nə idi? İslamla düşmən idi. Peyğəmbərlə düşmən idi. Dinlə düşmən idi. Budur da, bunun nöqsanı budur. Allah bunu demək istəyir. Allah dedi ki, Əbu Ləhəbin əlləri kəsilsin. Və kəsildi də. Əl o əldən deyil, yəni bu qollardan söhbət getmir, qüdrətdən söhbət gedir. Əbu Ləhəb qüdrətli idi, var dövlətli idi, nüfuzlu idi. Allah deyəndə ki, Əbu Ləhəbin əlləri kəsilsin, bu əllər yox, qüdrətini Allah Teala aradan aparmaq istəyirdi ki, çünki o qüdrətlə Əbu Ləhəb dinə, İslam'a ziyan vururdu. Amma görün, Allah Quran-ı Kərimdə dedi ki, Əbu Ləhəb haramzadədir. Yox, demədi. Çünki Əbu Ləhəb haramzadə deyildi. İndi İslamdan qabaq o dövr necə idisə, o cüründə də dünyaya gəlmişdi. Allah Quran-ı Kərimdə demədi, Əbu Ləhəb haram yeyəndir. Yox, haram yeyən deyildi. Var dövləti var idi, ticarət edirdi, qazanırdı, yeyirdi. Amma dinə zərbə vururdu. Öz qüdrəti ilə dinə zərbə. Allah o şeyi dedi ki, o şey var.
Da 5 dənə də yanına qoyub demədi ki, bu filandır, bəs mekan. Yox, bu cür demədi. Bu, baxın, Quran əxlaqıdır. Bir insan həm tərifləməkdə, həm də tənqid etməkdə, yəni nöqsan tutmaqda, Quranın o mədəniyyətini, ədəbini, əxlaqını seçsə, heç bir problem olmaz. Biri gəlib Qədirxum barədə söz danışmaq istəyir, deyir ki, Qədirxumda hansısa bir şəri hökm nazil oldu. İndi, baxın, biraz bu məsələ üstündə dayanaq, düşünək, ağıl işlədək. Peyğəmbər sallallahu aleyhi və səlləm kim idi? Allah tərəfindən seçilmiş bir peyğəmbər. Ən ağıllı insan, ən savadlı insan, ən əxlaqda ən yüksək olan. Allah onun barəsində buyurur ki, İnnəkə lə'alə xuluqin azim. Sən ən gözəl ədəbə, əxlaqa layiqsən, ən ədalətlisən, ən yaxşısan, ən üstünsən. Bütün bu təriflər Peyğəmbərə aiddir, düzdür. İndi gəlin, Peyğəmbər həcc ziyarətindən qayıdır. Bütün əksər müsəlmanlar oradadılar, həcdən qayıdırlar. Həcdən qayıtmaq bir yorğunçuluqdur. Hava isti. Peyğəmbər nə dedi? Dedi ki, dayan. Qədirxum deyilən bir yerdə dedi, dayan. Arxadakılar gəlsin, çatsınlar. Qabaqdakılar qayıtsınlar. Kimdən nədir? Peyğəmbər bir şəri hökm nazil edəcək, deyəcək, çatdıracaq. Deyəcək ki, məsələn, dəstəmazı bu cürünə alın. Dəstəmazda falan şeyi bu cürünə edin. Və yaxud orucda falan şey falan oldu. Məsələn, hansısa bir şəri hökm. Axı, bu qədir birincisi Peyğəmbərin şənini aşağı salmaqdır. Peyğəmbər belə iş görməz axı. Şəri məsələ edirsə, Peyğəmbər birincisi o vaxta qədər bütün şəri məsələlər nazil olmuşdu. İkincisi də Peyğəmbər bunu başqa yerdə deyə bilərdi. Məhz Qədirxumda bu qədər insanlara əziyyət ver ki, bir dənə şəri hökm çatdırıram. Baxın, bayaq dedim ha. İnsan tənqid etməkdə gərək bir şeyi çox aşağı eləməsin. Bu çox aşağı salmaqdır. Bu cürünə tənqid etmək olmaz. Yalan dastan uydurmaqla bir şeyi gözdən salmaq və insanlara demək ki, bu budur. Təbii ki, bu cürünə şeylərə də insanlar inanmırlar. Və yaxud Həzrət Əli əleyhissalamın özünü götürək. Əli əleyhissalam barədə nə qədər yalan, nağıllar, dastanlar uydurdular. Dedilər ki, Əli çox zarafatçıldır. Ona görə o xəlifə ola bilməz. Çox zarafatçıldır. Əli çox gülərüzdür. Əli çox yumuşaqdır, mülayimdir. Ona görə xəlifə ola bilməz. Xəlifə gərək zalım olsun, xəlifə gərək zülm eləsin, xəlifə gərək insanların haqqını əlindən alsın. Bu cürlə olsun. Əlidə bu zor tətbiq eləmək yoxdur deyə ona görə ondan xəlifə olsun. Bu yalan bir dastan uydurmaqdır. Təbii ki, Əli zarafatçıl idi, amma yerində, həddində. Əli gülərüz idi, amma kimlərə qarşı? Möminlərə qarşı. Əli mülayim idi, amma kimlərə qarşı? Yetimlərə qarşı, zəifə qarşı. Bu xüsusiyyətlər insanı xəlifə etməkdən uzaq eləmir ki. Ya da Muaviyə kimi Əli əleyhissalam qoyun quzu paylamırdı, süfrə açmırdı ki, bunu da Muaviyə müsəlmanların beytülmalından eləyirdi. Ona görə Əlidən xəlifə olmaz. Bu cür şeylərlə, dastan, yalan uydurmaqla insanları neynəmək? Qədirxumu insanların gözündən salmaq, Əlini insanların gözündən salmaq ki, insanlar bunu qəbul etməsinlər. Yaxşı, insanda göz var, qulaq var, eşitmə qabiliyyəti, görmə qabiliyyətləri var. İnsan gərək bunu eşidə, görə, düşünə və nəticə çıxara ki, bu cürünə olar yoxsa yox. Baxın, bugün də belədir. Bugün də hər hansı bir həqiqəti inkar etmək üçün, onun üçün gərək bir dənə yalan dastan düzəltsinlər. Məsələn, bir mömini həbs etmək üçün gərək bir dənə yalan dastan. Deməz ki, mömindir bunu. Bu mömin olduğuna görə tutur. Birinə zülm eləmək üçün gərək nəsə ona bir şey düzəltsin, uydursun, ona desin ki, ondan sonra o işi görə bilsin onun barəsində. Bugün dünyada məzlumları ki, məsələn, qətl edirlər, onlar barədə bir dastan uydururlar, deyirlər ki, onlar terroristdirlər. Ona görə biz onlara hücum edirik. Deməzlər ki, bunlar məzlumdular, zəifdilər. Qəzzanı, Fələstini və digər yerləri neçə müddətdir ki, qətl edirlər. Bir dastan uydurublar, bir yalan uydurublar ki, bunlar terroristlər. Amma sual, orada 18-20 minə yaxın körpə də o terrora məruz qalıb. Bunlar da terroristlər. Bu körpənin ki, bir günahı yoxdur. Bu misaldır çəkirəm. Hər halda Quranın məntiqi budur. Quranın məntiqi budur ki,
Tərifdə çox ifrat eləmə, çox qaldırma, insanlar qəbul eləməz. Tənqiddə də çox aşağı salma. Olmayan şeyləri də ona demə. Həzrət Əli əleyhissalam bu arada bu cür nə elədilər? Bir dəstə insan gəldi dedi ki, yox, Əli Allah səviyyəsindədir. İndi ya bilərəkdən, ya bilməyərəkdən, ya avamlıqdan, ya da ki, məqsədyönlü şəkildə ki, bir avam insan təzə dinə gələn eşitsə ki, Əli Allahdır, təbii ki, o dini qəbul eləməz heç. Deyəcək ki, bir dənə Allah olmalıdır da, Əli niyə Allahdır? O əqidədə olanlar olub ha? Tək-tük ola bilsin, indi də qalıb hardasa. Hətta Həzrəti Əli əleyhissalamı həddən artıq tərifləyəndə ona o məqamı, ona aid olmayan məqamı verəndə insanlar qəbul eləmir. Bu problem yaradır. Bir həqiqəti qəbul etməkdə problem yaradır. Əli əleyhissalam özü də öz barəsində dedi. İki qism insanlar mənim barəmdə həlak olublar. Yəni, o azğınlığa uğrayıblar. Muhibbun qalin və mubğizun qalin. Həddən artıq sevənlər və həddən artıq nifrət edənlər. Bu insanlar Həzrət Əli əleyhissalamın vilayətində ola bilməz.